Salam. Heç özünüzü iki qütb arasında, tam ortada dayanmış kimi hiss etmisiniz? Bir tərəfdə qaranlıq, o biri tərəfdə işıq və siz tam sərhəddə. Yaxşı, bəs bu nə deməkdir? Gəlin bugünkü izahımızda məhz bu keçid və tarazlıq anını araşdıran dərin, fəlsəfi bir hekayəyə baş vuraq. Hər şey, bax bu tək, bir qədər də sirri sözlə başlayır. Sredina. Serb dilindən tərcümədə orta və ya mərkəz deməkdir. Bu söz elə ilk andan bizi düşünməyə vadar edir və hekayənin əsas mövzusuna köklüyür. Hekayə bizi gözlətmir, birbaşa hadisələrin mərkəzinə atır. Gözünüzün önünə gətirin. Ucu bucağı görünməyən bir dəhliz, sol tərəfiniz tamamilə zülmət, sağ tərəfiniz isə parlaq bir işıq. Və siz o ikisinin tam sərhədindəsiniz. Bu mənzərə, qəhrəmanın o iki əks qüvvə arasında necə sıxışıb qaldığını sözlərdən daha yaxşı göstərir. Yaxşı, qəhrəmanın olduğu bu yerin əslində bir adı var, liminal məkan. Yəni, elə bir vəziyyət ki, nə tam buradasan, nə də tam orada, bir keçid anı. Liminal məkan bilirsiniz, o qəribə arası vəziyyətdir. Yəni bir şeyi artıq geridə qoymusunuz, amma hələ yenisinə də başlamamısınız. Bax bu tərif qəhrəmanımızın vəziyyətini anlamaq üçün bizə super bir çərçivə verir. O sadəcə bir dəhlizdə deyil, əslində bir transformasiya anının içindədir. Bəs belə bir qeyri-müəyyənliyin ortasında insan nə edər? Qəhrəmanımız adını S qoyaq, çox sadə bir hərəkətlə öz yerini təyin etməyə çalışır. Yerdə bir dairə çəkir və içinə öz baş hərfini yazır. Bu, sanki sonsuzluğun içində özünə bir kimlik, bir dayaq nöqtəsi yaratmaq cəhdidir. Bəs bu donmuş kimi görünən dəhlizdən çıxış yolu varmı? Cavab, hekayənin mərkəzi simvollarında gizlənib. Gəlin, onları birlikdə deşifrə etməyə çalışaq. Birdən səhnəyə 5 rəqəmi daxil olur. Amma bu sadəcə bir rəqəm deyil. O yellənən bir kefkirin üzərindədir. Bu da bizə nəyisə pıçıldayır. Ritm, hərəkət, dinamika, deməli bu rəqəm bir prosesin tam mərkəzidir. Və hekayə bunu açıq-aydın deyir. 5 sadəcə bir rəqəm deyil, o mərkəzdir, tarazlığın özüdür. Bax bu məqam, hekayənin dərinliyindəki mənanı anlamaq üçün bir növ açar rolunu oynayır. Və məhz bu an səhnəyə sirli bir personaj çıxır. Dina. Onun adı, ortanın əsli təbiətini anlamağımız üçün lazım olan o son ipucunu daşıyır. Bir əks kimi peyda olması da təsadüfi deyil. Bəlkə də o, qəhrəmanın elə özünün bir parçasıdır. Və budur, hekayənin ən möhtəşəm anı. Bütün sir bir söz oyununda gizlənibmiş. Serb dilində orta mənasını verən Sredina sözünə bir də diqqətlə baxın. İçində nə görürsünüz? Bəli, Dino'nun adı. Bu əlbəttə ki, təsadüf deyil. Bu, bütün hekayənin fəlsəfi açarıdır. Bax, bu cümlə hər şey izah edir. Orta, yəni mərkəz, bizim düşündüyümüz kimi sabit, donmuş bir nöqtə deyilmiş. O hərəkətdədir, dinamikadadır, enerji və dəyişimin tam özüdür. Deməli, orta donup qalmaq yox, əslində hərəkət etmək deməkdir. İndi gəlin fokusumuzu biraz dəyişək. Görək hekayə bizim zaman və sonluq anlayışlarımıza necə meydan oxuyur. Çünki orta anlayışı təkcə məkanla yox, həm də zamanla sıx bağlıdır. Səhnədə 1 saat görürük. Artıq sona, yəni gecə yarısına çox az qalıb, amma hələ ki vaxt tamam deyil. Saat 11-dir. Bu bir gərginlik yaradır. Son qapıdadır, amma hələ baş verməyib. Bir saniyə dayanıb düşünək, niyə məhz 11? Niyə hekayə bizi birbaşa sona, gecə yarısına aparmır? Cavabı eşitməzdən əvvəl bu simvolizmin üzərində düşünməyə həqiqətən dəyər. Və budur, hekayənin o dərin cavabı gəlir. Orta, məkanda ilişib qaldığımız bir yer deyil, əslində zamanda tuta bildiyimiz qısa bir tarazlıq anıdır. O, sonun özü deyil, sona gedən yoldakı o kritik keçid anıdır. Bu həqiqəti anlayan kimi səhnədəki mənzərə də dəyişməyə başlayır. Artıq o kəskin sərhəd yoxdur. İşıqla qaranlıq bir-birinə qarışır, bir növ tarazlıq yaranır. Bütün ziddiyyətlər sanki həll olunmağa başlayır. Deməli, artıq bütün puzzle parçaları yerinə oturub. Gəlin, indi son bölmədə ortada olmağın əslində bir həbsxana yox, yeni bir dünyaya açılan bir yol olduğunu görək. Baxın, bu sxem qəhrəmanın bütün transformasiyasını gözümüzün önündə canlandırır. Əvvəlcə o statik, sıxıcı dəhliz, sonra hərəkətə imkan verən dinamik bir yola çevrilir və sonda o yol onu tamamilə yeni bir başlanğıca, bir çəmənliyə aparır. Və Diena'dan gələn bu son, güclü cümlə hekayənin əsas mesajını sanki möhürləyir.
Ortada olmaq, ilişib qalmaq deyil. Bu, sadəcə bir yerdən digərinə keçmək üçün lazım olan zəruri bir mərhələdir. Hekayənin sonunda isə Esa bu keçidi tam olaraq qəbul edir və irəliləməyə başlayır. O, artıq qaranlıqla işıq arasında sıxışıb qalmayıb, yeni bir reallığa, doğan günəşə doğru addımlayır. Transformasiya tamamlandı. Yaxşı, bəs bütün bu fəlsəfi hekayədən özümüz üçün hansı nəticələri çıxara bilərik? Gəlin 3 əsas fikri yekunlaşdıraq. 1. Orta donub qalmaq deyil, dinamikadır. 2. O bir məkandan çox bir andır və 3. O bir son deyil, yeni bir başlanğıca aparan zəruri bir keçiddir. Və sonda, gəlin hamımız bu sual üzərində düşünək. Həyatınızda özünüzü o dəhlizdəki kimi iki seçim arasında hiss etdiyiniz anları düşünün. Bəs əgər o orta vəziyyət bir çıxılmazlıq deyilsə, bəs əgər o sizi tamamilə yeni, daha gözəl bir başlanğıca aparan zəruri bir keçiddirsə,